Salam, hər vaxtınız xeyir olsun. Dəyərli televiziya tamaşaçıları, Ailənizin Həkimi verilişində sizlərin qarşısındayıq. Gəncə Beynəlxalq Xəstəxanasının həkim heyəti və xəstəliklər haqqında sizə məlumat verməyə davam edirik. Bugün biz sizlərə kişilərdə ən çox rast gəlinən prostat böyüməsi haqqında məlumat verəcəyik. Bugün mənim qonağım Gəncə Beynəlxalq Xəstəxanasının uzman uroloq, androloqu Zamin Həşimovdur. Bəli, tamaşaçılar, bir daha mən sizin hər birinizi salamlayıram. Biraz öncə söylədim ki, mənim qonağım Gəncə Beynəlxalq Xəstəxanasının uzman uroloq, androloqu doktor Zamin Həşimovdur. Zamin doktor, xoş gördük sizi. Xoş gördük Azər doktor. Mən də sizi və dəyərli tamaşaçılarımızı salamlayıram. Ailənizin həkimi verilişinə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Bəli, tamaşaçılar, biraz öncə söylədiyim kimi biz kişilərdən çox rast gəldiyimiz narahatçılığa səbəb olan prostat böyüməsi haqqında danışacağıq. Ümumiyyətlə, Zamin doktor, bu prostat nədir? Bunun haqqında biraz dərin bir məlumat verək. Daha sonra bu xəstəlik haqqında bizi izləyən dəyərli tamaşaçılara məlumat verərik. Mən dediyiniz kimi əvvəlcə bir prostat vəzinin funksiyaları, prostat vəzi haqqında qısaca bir məlumat vermək istəyirəm. Prostat vəzi kişilərə xas olan bir orqandır. Normalda bunun ölçüsü 15-20 qram ağırlığında olub, şabalıd şəklində sidik hissəsinin çıxacağında alt hissəsində yerləşən bir orqandır. Prostat vəzinin əsas funksiyası spermanın tərkibində olan sperma hüceyrələrinin fəaliyyətini təmin etməkdir. Belə ki, sperma şirəsinin 70%-i prostat vəzi tərəfindən ifraz olunur. Yəni, birbaşa bu çoxalma orqanıdır. Təbii ki, bu toplumda insanlar arasında prostat vəzini birbaşa cinsi fəaliyyətlə əlaqələndirirlər, amma əslinə baxsaq çoxalma orqanı funksiyası yerinə yetirir, əsas etibarilə. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, indi bu prostat böyüməsi haqqında biraz danışaq. Nədir bu prostat böyüməsi, kimlərdə olur, hansı səbəblərdən dolayı ortaya çıxır? Bu haqqda biraz qısaca bir məlumat verək. Prostat vəzi kişilərin böyük bir qismində müəyyən yaşdan sonra böyüməyə başlayır. Ən çox hansı yaşlardan sonra ortaya çıxır? 40-45 yaşından sonra böyüməyə başlayır. Amma bəzi insanlarda daha çox böyüyür, bəzi insanlarda az böyüyür. Belə deyək, yəni prostat böyüməsinin əsas səbəbi yaşlanmadır. Yaşlanma ilə bərabər bizim bədənimizdə baş verən hormonal dəyişikliklər, prostat vəzinin özünün strukturasında, hüceyrə səviyyəsində baş verən dəyişikliklər prostat vəzinin böyüməsinə səbəb olur. Yəni testosteron və estrogen hormonları arasında balansın pozulması, prostatda olan testosteron reseptorlarına həssaslığın artması prostatda böyüməyə səbəb olur və bir çox nəzəriyyələr vardır. Amma bildiyimiz tək bir gerçək var, prostat böyüməsinin səbəbi yaşlanmadır. Yaxşı, bəs indi yaşlanma deyirik ki, heç gənc insanlarda prostat böyüməsi ortaya çıxmırmı? Yox, belə deyək, müəyyən kəskin prostatit dediyimiz durumlarda, kəskin infeksiyalarda müvəqqəti olaraq prostatda bir ödem ola bilər, iltihaba bağlı. O da müalicədən sonra keçir. Amma bizim bu bəhs elədiyimiz insanlar arasında prostat adenomu dediyimiz patolojik bir haldır, yəni xəstəlik halına çevrilmiş bir haldır. Prostat böyüməsinin səbəbləri arasında digər faktorlardan çox kilonun olması, artıq çəkili olan insanlarda daha çox ortaya çıxır. Bəli, hərəkətsizlik, bu və digər faktorlar da vardır və genetik meyillik də belə deyək, var. Doktor, bu oturaq həyat tərzinin prostat böyüməsinə bir təsiri var mıdır? Bəli, hipodinamiya, hərəkətsizlik, oturaq həyat tərzi prostat böyüməsi riskini artırır. Belə bir elmi çalışmalar var. Bəzən ayaqda sidiyə getmək və oturaraq sidiyə getmək məsələlərin prostat böyüməsinin təsiri varmı? Buna daha çox tamaşaçılarımız soruşur. Onun hər hansı bir elə bir elmi əsası yoxdur. Sadəcə oturaraq sidiyə gedən insanlarda sidiyi biraz daha tam olaraq boşalda bilirlər. Amma birbaşa prostat böyüməsinə səbəb deyildir. Çox sağ olun bu gözəl məlumat üçün. Bəs indi bu prostat böyüməsi olan bir xəstədə hansı əlamətlər ortaya çıxır? Bu əlamətlər istərdim bir sadalayaq. Biz izləyən tamaşaçılar üçün də hər halda maraqlı olar. İndi bayaq dediyimiz kimi bu prostat vəzi buradan şəkildə göstərim. Bu sidik hissəsidir və prostat vəzi sidik hissəsinin tam çıxacağında yerləşir. Normalda sidik hissəsindən və prostatın içərisində olan kanaldan keçərək ifraz olunur.
Amma bu sağ tərəfdə gördüyümüz şəkildə prostatın adenonodu böyüməsidir və gördüyünüz kimi kanalı tamamilə bağlamışdır. Bu kanalı bağladığı zaman sidik ifrazında problemlər başlayır. Bu xəstələr sidiyə getdiyi zaman biraz tualetdə gözləyirlər, gücənirlər. Yəni o kəsik-kəsik sidiyə getmə olur. Bəli, doğrudur. Kəsik-kəsik sidiyə çıxmalar, sidik hissəsinin tam boşaldılmaması, sidik ifrazının sonunda damcıların olması, ağrı olması kimi. Ağrı infeksiyon proses qoşulduğu zaman ağrılar da ola bilər. Bunlar tez-tez sidiyə gedirlər, gecə 4-5 dəfə qalxırlar, həyat keyfiyyəti pozulur, yuxusuzluq yaranır və belə deyək, bu xəstələrin bir sosial problemləri də yaranır. Bunlar uzun yola çıxa bilmirlər, avtobusla səyahət edə bilmirlər və bu problemləri özlərində həll eləmək üçün su içməkdən qaçırlar və bu da digər problemlərə gətirir, çıxarır. Əsas işəmə problemləri yaradır. Xəstəlik irəlilədiyi zaman da daha ciddi problemlər ortaya çıxa bilər. Həm ciddi, onda müalicə olmadıqda ciddi bir xəstəlikdir, eyni zamanda insanın həyat keyfiyyətini aşağı salan bir problemdir. Bəli, bəli. Ümumiyyətlə bu tez-tez sidiyə çıxma dedik ya da gecə sidiyə qalxma başqa xəstəliklərdə də görülə bilirmi, yoxsa yalnız bu prostat böyüməsinə xas olan bir xüsusiyyətmidir? Bu bəhs elədiyimiz prostatizm şikayətləri, əlamətləri başqa xəstəliklərdə görülə bilir. Ümumiyyətlə bizə bu şikayətlərlə gələn xəstələri biz ümumi bir dəyərləndirmə edirik. Yəni xəstələrin şikayətini dinləyərəkdən prostatın xoşxassəli böyüməsindən başqa prostatda prostat kanseri dediyimiz bədxassəli böyümələr də olur və əlamətlər hamısı oxşardır. Ona görə biz əvvəlcə bizə müraciət edən xəstələrə bu prostatdakı böyümə xoşxassəlidirmi, yoxsa bədxassəlidirmi deyə araşdırırıq. Prostat spesifik antijen dediyimiz qan analizi vasitəsilə müəyyən bir müayinəyə, prostatın barmaqla müayinəsi, fizik müayinəsi nəticəsinə görə biz xəstədəki böyümənin tipini müəyyənləşdiririk. Yaxşı, bu digital barmaq müayinəsi və qan analizi ilə dəqiq bunu demək olurmu, yoxsa digər müayinə üsullarından və ya funksional müayinə vasitələrindən istifadə edirsinizmi? Ümumiyyətlə, bütün dünyada 50 yaşından sonra kişilər mütləq PSA analizi dediyimiz prostat spesifik antijen analizini elətdirməlidirlər. 1 ildə bir, 2 ildə bir bu analizlər olunur. Əgər bunda bir yüksəklik olarsa və barmaqla müayinədə prostatda sərtlik, düyün, şübhəli bir bədxassəli böyüməyə yönəlik bir əlamətdən şübhələniriksə, o zaman dəqiq diaqnoz üçün prostatın biopsiyası işləmi icra olunur və biopsiyaya görə daha dəqiq diaqnoz qoyulur. Biraz öncə verdiyiniz suala mən əlavə eləmək istəyirəm ki, bu bəhs elədiyimiz şikayətlər prostatdan başqa digər xəstəliklərdə də görülə bilər. Sidik yolu infeksiyalarında, şəkər xəstələrində, xroniki böyrək çatışmamazlığı olan insanlarda da gecə sidiyə qalxmalar, tez-tez sidiyə getmələr mümkündür. Ona görə biz xəstələri dinləyərəkdən bəzi ultrasəs müayinəsi, qan analizləri nəticəsinə görə xəstələrdəki şikayətləri, diaqnozu dəqiqləşdiririk. Çox sağ olun dəyərli məlumatlar üçün. Zamin doktor, indi biz bu prostat böyüməsi nədir dedik, bunun əlamətləri haqqında danışdıq, diaqnoz haqqında danışdıq, kimlərdə görülür, hansı yaş qrupunda görülür, onları danışdıq. Yaxşı, bəs bu kimi hallar ortaya çıxdan, bu xəstəliyin diaqnozu qoyulduqdan sonra hansı müalicə tədbirləri həyata keçirilməlidir və ya müalicə edilməlidirmi? Bir çox insanlar, çünki biraz öncə sizin dediyiniz kimi də çox ciddi mənada əziyyət çəkir, bəzi insanlar həkimliyə getməkdən çəkinir. Bizi izləyən tamaşaçılara da istərdim həm sizin tövsiyələriniz, həm də konkret olaraq nə kimi müalicə tədbirləri görülür, bu haqda danışaq. Hər prostat böyüməsi xəstələrdə problem yaratmır. Bəzən xəstələrin prostat ölçüləri böyük olmasına baxmayaraq, bu kanalı sıxışdırmadığına görə xəstələrdə hər hansı bir sidiyə çıxmaqla əlaqəli problemlər olmur. Yəni, böyümə yanlara doğru ola bilər. Amma bəzən az böyümüş prostatlar belə sidik kanalını bağlayaraq xəstələrdə problemlər yaradırlar. Müalicəsi əvvəlcə dərman müalicəsi ilə başlayırıq. Biz xəstəliyin şiddətinə görə qərar veririk. Birinci mərhələdə dərman müalicələri ilə həm sidik hissəsinin boynunu biraz
genişlədərək sidiyin ifrazını rahatlaşdırmaq, bəzi dərmanlarla prostatın ölçülərini kiçildirmək məqsədi ilə dərmanlar veririk. Açığı prostat ölçülərini kiçildən çox ciddi təsirli dərmanlar yoxdur. Ona görə ki, bugün dünyada, Azərbaycanda da prostat əməliyyatları çox icra olunur. Çünki dərman müalicəsinə cavab verməyən, ciddi şikayətli olan xəstələrə artıq əməliyyat qərarı vermək lazım gəlir. Əməliyyat Əməliyyata keçmədən öncə mən istərdim, onda birmənalı şəkildə biz bunu dəqiqləşdirək ki, əgər birinci növbədə diaqnozda bunun dərəcəsi dəqiqləşdirilir, təyin edir, o dərəcəyə uyğun cərrahi müalicə mi olacaq, yoxsa medikal bir müalicə olacaq, dərman preparatı ilə müalicə olacaq, onu dəqiqləşdiririk. Əgər dərman müalicəsinə cavab vermirsə, o zaman başqa müalicə metodlarından istifadə edilir. Yerim gəlmişkən, o zaman hansı son olaraq, yəni bu dünyada tətbiq edilən müalicə, cərrahiyyə müalicə hansılardır, bu haqda biraz danışaq istərdim. Dediyiniz kimi mən əlavə eləmək istəyirəm ki, mən tamaşaçılarımıza da müraciət eləmək istəyirəm. Hər prostat böyüməsi, hər prostat problemi əməliyyatlıq deyil. Ona görə həkimə getməkdən çəkinməsinlər və hər prostat müalicəsinin və ya cərrahiyyəsinin nəticəsi cinsi fəaliyyətin itirilməsinə gətirib çıxarmır. Ona görə mütləq həkimə getsinlər. Bir qan analizi ilə, bir müayinələrlə daha ciddi bir xəstəliklərin diaqnozunu qoymaq mümkün olur. Yəni həyati əhəmiyyətli bu müayinələrdir. Bayaq dediyim kimi, heç olmasa 50 yaşından sonra kişilər mütləq bu qan analizi dediyimiz PSA analizini etdirməlidirlər. Cərrahiyyəsi ilə əlaqəli, bəli, bütün qızıl standart olaraq Avropada da, Amerikada qəbul olunmuş üsullar TUR üsuludur, transuretral rezeksiyadır. Təbii ki, prostatın ölçülərinə görə əməliyyat şəkli dəyişir. Prostat ölçüləri böyük olduğu zaman açıq əməliyyat, klassik əməliyyat, açıq prostatektomi əməliyyatı icra olunur. Amma ölçüləri çox böyük deyilsə, o zaman TUR əməliyyatı icra olunur ki, biz də bu əməliyyatı burada icra edirik. Plazmakinetik üsulu və monopolyar sist enerji qaynaqları ilə transuretral prostat əməliyyatlarını icra edirik. Zamin doktor, indi bir neçə üsul sadaladınız. Dünyada son olaraq istifadə edilən bu üsullardan siz və ya Gəncə Beynəlxalq Xəstəxanasında hansı üsullar istifadə olunur? Birbaşa sizin özünüz bu xəstəliyin müalicəsində hansı üsuldan istifadə edirsiniz? Bəli, bizim xəstəxanada istifadə olunan TUR üsulu bütün dünyada qəbul olunmuş müasir alətlərlə icra olunur. Plazmakinetik enerji qaynağı vasitəsilə transuretral rezeksiyasını icra edirik. Bizim xəstəxanada da bu əməliyyatlar icra olunur. Xəstə müraciət edən xəstə sayısı da çoxdur. Son dönəmlərdə insanların maariflənməsi, bu endoskopik əməliyyatlar haqqında məlumatların əldə olunması bu üsula müraciət edən xəstə sayını artırır. Eyni zamanda həmən verilişlərdə mütəmadi olaraq söyləyirəm, amma bu bölgədən xarici ölkələrə, Gürcüstana, İrana və ya Azərbaycan daxilində Bakı şəhərinə gedən xəstələr də hər halda artıq Gəncə Beynəlxalq Xəstəxanasına müraciət edir. Bu üsul burada yüksək standartlara cavab verən bir xəstəxanadan çox yüksək səviyyədə icra edilir. Bəli, bizim xəstəxanada nəinki prostat əməliyyatı, urolojidə bütün müasir cərrahi üsulları icra olunmaqdadır. Dediyiniz kimi xəstələrin başqa uzaq məsafələrə getməsi onları fiziki və digər baxımlardan yorur. Bu xəstəxanada bu imkanların, şəraitin olması xəstələrimiz üçün də çox, belə deyək, bir şans oldu. Bizim xəstəxana bildiyiniz kimi GSI standartlarında çalışan bir xəstəxanadır. Ən müasir texnoloji üsullarla müalicə və müayinələri icra edirik. Bir şey bizim dəyərli tamaşaçılar üçün də hər halda maraqlı olar. Əgər indi biz dediyimiz kimi dərman preparatı ilə müalicə olmasa və ya cərrahi müdaxilə edilməzsə, nə kimi ağırlaşmalar ya da nə kimi problemlər üzləşə bilərlər xəstələr? Bayaq bəhs etdiyimiz xroniki problemlər, sidiyə çıxa bilməmələr, sidik hissəsinin tam boşaldıla bilməməsi, sürəkli sidik hissəsinə qalaq sidiyin qalması uzun müddət davam edərsə ciddi problemlərə gətirib çıxara bilir. Bir müddət sonra sidik hissəsinin funksiyasına problemlər yaranır. Yəni gecikmiş bir müalicə, gecikmiş bir əməliyyat
icra olunsa belə xəstələrdə effektiv nəticələr alınmaya bilir. Ona görə vaxtında müayinə və müalicələr icra olunmalıdır. Sidik hissəsi əgər gücə düşürsə, o önündə olan əngəli, böyümüş prostat problemini aşmaq üçün daha çox güc sərf edir və sidik hissəsinin divarında qalınlaşmalar, sidik hissəsində qalıq sidiyin sürəkli qalması, sidik hissəsində daşların əmələ gəlməsinə səbəb olur. Bizə müraciət edən xəstələrin bir qismində həm prostat böyüməsi, həm də sidik hissəsində daşlar mövcud olur. Daha sonra irəliləmiş mərhələlərdə sidik hissəsindən böyrəyə sidiyin qaçışı nəticəsində böyrək funksiyalarında da problemlər yarana bilir. Çox sağ olun Zamir doktor. Bəzi tamaşaçılar bizi izlədiyiniz üçün sizlərə təşəkkür edirik. Bugün biz prostat böyüməsindən danışdıq. Qonağımız Gəncə Beynəlxalq Xəstəxanasının uzman uroloq, androloqu doktor Zamin Həşimov idi. Sağ olun. Bəli tamaşaçılar, bir verilişində beləcə sonuna gəldik. Bugün biz sizlərə kişilərdə ən çox rast gəlinən prostat böyüməsi haqqında danışdıq. Sağlamlıq böyük nemətdir. Sağlamlığın qeydinə qalın. Sağ olun.